Salam. Bu gün sizə ərik şirəsinin hazırlanmasını təqdim edirəm. Ərikləri təmiz yuyub, üzərindəki ləkələri və tumunu təmizləyirəm. 2 kiloqram təmizlənmiş əriyə hazırlayacağım qazana yığıb, üzərinə 1 litr soyuq su əlavə edib, qazanın qapağını örtüb, orta istilikdə olan piltənin üzərinə yerləşdirib, ara-ara qarışdıraraq tam həll olana kimi bişirirəm. Təxminən 10 dəqiqə vaxt aparır. Sonra isə blenderlə yaxşı əzirəm. Üzərinə 3 litr qaynar su, 2 stəkan şəkər tozu və yarım limonu sıxıb 15 dəqiqə qaynadıram. Sona yaxın isə üzərindən kəpini təmizləyirəm. Şirə hazır olduqdan sonra piltədən götürüb, sterilizə olunmuş bankalara yığıb və sterilizə olunmuş qapaqlarla bağlayıram. Növbəti videolarda görüşənə kimi hələlik.